tərəvəzli küftə bozbaşı hazırlayırıq sizinlə. Bunun üçün mən küftələri mal ətindən hazırlayırıq. Adi küftə karışıdır. Burada var bizdə soğan, düyü, 200 qram mal əti, biraz da nanə, kişniş, şüyüd, göy əti, bir baş soğan, birazcık düyü, yarım stəkan qədər və 200 qram ət. Bir də burada mən quzu əti doğramışam, burada tikələr halında. Bunları da yeməyimizə əlavə edirik. Bir kəsə qədər noxudumuz var, təxminən yarım stəkan qədər olar. Və göy göyərtilər, biber, soğan, pomidor və çeşidli evimizdə olan göy göyərtilərdən çox ləzzətli bir yemək hazırlayacağıq. Əvvəlcə ətimizi yağa əlavə edirik və ətimizi biraz suyu çıxana kimi qovururuq. Ətlər suyu çəkib qovurmağa başlayanda növbə ilə tərəvəzlərimizi əlavə edib qovurmağa davam edirik. İlk əvvəl soğanı əlavə edirik. Qovurmağa əlavə edirik. Gözə görə. Şirin biberlərimizi əlavə edirik. Kabuklar soyulmuş, kırda doğranmış bir adet orta boy pomidor. Tekrar kavurmaya devam edirik. Qovrulunca tərəvəzlərlə biz burada küftəmizi hazırlayırıq. Küftəciklərimizi hazırlayırıq. Normal ölçüdən biraz balaca, ona görə küftəcik deyirəm və küftələrimizin içərisinə qurutduğumuz gavalı qurularımızdan bir parça qoyuruq. Gavalını necə qurutduğumu da yaxın günlərdə səhifəmdə paylaşacağım. Onun üçün kanalımıza abunə olun. Şərh yazmağı, bəyənməyi unutmayın. Dəstək üçün, yeni videolarımızın davamı üçün səhifəmizə abunə olun. Küftələrimizi hazırlayıb düzürük. Suyumuz qaynayır, ətimiz bişir. Ətimiz hazır olanmağa yaxın küftəciklərimizi əlavə edəcəyik. Qaynayan ətimizə küftələrimizi əlavə edirik.